Hemen. Gülme istifa. Az da rahat ol. Bir halime kalır. Kara küsürüm. Canım anneciğim şaka yaptım yavrum. Çocuğum. Yama çelik mi çelik. Artisti yakşı batarsın. Okşamsın. Okşamsın ama yakşı yapar. Şaka yaptım kız. Ama sabah gelirsen de. Selam. Bir otur yemeği bir aşkım şaka yaptım. Kız sen de her şeye inanıyorsun. Ay bu kalan bu stolları ara sokup. Öyle bir evde inan olsun hüzür düşüp. Bu stolları buranı üç koyup. Böyle dur ki. Otur bakayım. Anneciğinin gülü otur bakayım. Hadi bakalım. Ayı. Hadi bakalım. Ayı. Ye bakayım. Bizim en pahalı yemeğimiz komfortlu makaronçik çık kızlar. Böyle biz seviyeli ve pahalı yemekler yediğimize göre üzürü sayın, hakkınızı halal edin. Eləmirsizsə də özünüz bilərsiniz. Elvin ölsün bacı. Yine yazırlar mənə geçmişməsin. Olamaz ya. Hep dur oradan dur. Durmayacağım. Duracakmayacağım o zaman. Anneciğim bir tanem ya. Geldim kızlar. Bacınız burada. Delilerin kırılsın. Buraya mı düştü diye. Maçeliyim maması. Otur bakayım. Kamerasını gözlerine tüpürüp sileceğim bir de gözle. Tuzu nasıl anneciğim? Bak şu. Pis diyebilir diyor. Ay öyle. Şaka yaptım kız. Senin annen sakin bir anne. Hiç gördün mü bağırdığını? Halim ama sen nece davranır. Bak. Aferin. Ya çok sen aman. Dili aman hayasızdı. Düz diller. Bilir hayasız ne demek? Hayasız ne demek? O. Tıklayın canlımız düzelsin. Okşaresini paylaşalım hadi dostlar. Kucun etseydi 300 manata. Tıklayın kızlar. Tıklar hakkında danışalım. Gelin sayfamı düzeltmeye çalışıyorum. Bir dakika kızlar. Beni kana salmayın. Bu sayfada yok. Tıkını başka sayfada diyeceğim. Çünkü sayfam pis gündedir. Sayfam çıldırışın. Bilkan çok gösterme. Ha. Eşref nasılsın? Eşref burada mısın ya? Eşref. Sağlam ol değiller Aylin. Sabah. Biz değil sen direğinden. Bakın hadi. Ben ardayım ben direğine. Zorla özüme yeriz. Zorla özüme arası soğanda ben. Yukarı. Analık olmayan sözler yazdırayım bana. Yok ha. Çok güzel. Hakikaten. Süper münasebette. Herkese böyle münasebet arzuluyorum. Güzeldi de bu kız.
Bu kız güzeldir ha. Alo. Xanım, özümə internet yüklə, sonra zəng vur mənə. Eşref deyir ki, mən 5 yıl olur ki, sən ürəyimdən çıxartmıram. Görürsən, sevgi bu deyə, qıraqdan sevmək. Yoxsa hamı elə, nə qıcıcı, hamı sevir də. Valla. Nə yiyirsən, bozbaş, gəl sən də ye, qardaş. Oğlandır, yox qızdır Eşref. 5 ildir məni sevir. Kızım, sən manyak mısın evladım? Tabii ki oğlan. Bir 5 ilin içindəyəm, səni ürəyimdən çıxarda bilmirəm. Bu il çıxardacaqsan Eşref. Bu il o ildir. Bir köye göre yer geldi. Allah kahretsin ya. Kız Eşref niye böyle oldu? Asil sevgi, bəli. Göz bəd nəzər dəyməsin. Alo. Alo, ye. Alo. Oo. 5 ildə mən ürəyimə salım, 10-cu ildə vızqırdacam. Alo. Əlim qaşınır. Bəli. Bəli. Qızlar tıklayaq da ürəyi, nə olar, ölüm anabısının ayağının altına uyarı gəldi. Vilkaya görə olur, bilirəm hə. Alo. Salam. Alo, məndən uca evləndiyə hamiləyəm, ay xanım. Ay danışdıq, qurban olur. Salam. Hə. Bazından danışmaq istəyirdim. Hə. Rəhman xanım, o hər gün özünə gül sifariş verdirir. Son günü evdə qalır, özünə gül sifariş verdirir. Nə qədər maaş alır bu bəxtəvər? Çanta işinə baxırdım, çantada belə dükkanı var, mağazası. Hə. Demək olar ki, səhər olur, yoldaşı işə gedir, sonra özünə gül dükkanından gül sifariş verdirir. Mən də biləm, sən özünə niyə gül sifariş verdirirsən? Sonra da yoldaşı deyir, o gülü təmsil kim gətirir, görməsə. Deyirsən, mən sizi almırsan, eləmirsən, mən də özümcə gül sifariş verirəm. Xanım, ciddisiniz. Adam onsuz da boşayarlar. Valla, mən də onun bu gün o qədər deyim. Nə yaxşı, xoş xasiyyət əri var. Ərinin xasiyyəti çox çox xasiyyəti var. Özünün də xasiyyəti gündə. Onu hiss elədim. Amma özünə gül sifariş verməyi son zamanlar bir dəb eləyib. Xanım, indi mən özümə elə bilirsiniz gül sifariş vermişəm. Öz aləmizdə mənə söz soxursunuz. Yox, balam canı yox, balalarım var burada, onların canı. Burada yazıblar, xanım sizə söz soxur, sənin güllər gəlib deyə. Yox, onu yazan qazidir, amma yox, Rəhman xanım, mən sizi çox istəyirəm, özünüzün takipçinizəm. Aravuranlar. Bəli, ola bilər, amma ki, həqiqi də mən bacımdan düz deyirəm də, yəni olan şeydən. Bugün səhər də yazıb ki, mənə gülün göstərdi, nə geçək gülüm deyir, öz-özümə sifariş verdirmişəm. Sevirəm deyir gülü. Bəs əri danışmır, Meybeləvi çox sağ, Meloş bibi, təşəkkürlər. Niyə danışmır? Ərinə dəng edir, belə elə, gülümə bax, belə elə. Ərdən nə deyəcək, heç nə demir, heç bir şey. Bu nə qazanır, əri nə qazanır ki, bu hər gün gül sifariş verir, xanım? Yoldaşım mənə vermir, gətirib gülmür, mən nə qədər deyirəm onun yanındakı mən... Ayşəqlər söz soxmur da, dayı balasının canından düşdü, siz də lap öldürmüşsünüz. Söz soxub gör ki, mənə ayıracaq. Balalarım var yanımda, balalarım canı, söz soxmuram, ona söz ayıb. Mələr çox sağ ol. Hiss elədin söz soxanda, yəqin sənə girdi söz soxanda, hiss elədin, onu yazırsansa. Hiss elədin deyəsən. Öyle zaman ayıb olur. Hiss elədin, bək girdi, bək dəydi. Meloş çox sağ ol. Hə. Mən də dedim ki, dedim Ləman xanıma zəng edəcəm, orada izlədilər, dedim deyəcəm, ona deyəcəm, görməli, belə bir insan var ki, özünə gül sifariş vermirsən, yəni... Var, nə yoxdur, doludur. O yoldaşlar tezdir onu deyir ki, mən sevirəm, amma mən o gül konusunu gətirmir də, yəni... Yaxşı, xanım, çox sağ ol. Mən söz soxurlarsa və yaxud da buradan mən söz soxursunuzsa, həyatda ən aciz qadınlarsınız. Çünki də bədbəxtsiz ki, özünə gül göndərən xanımlara demirəm. Onlar özləri bilər, özlərini sevir, özlərinə göndərir, özləri bilərlər. Çünki də bədbəxtsiz ki, Allahın bir gülünü alıb verəniniz yoxdur ki, elə bilirsiniz ki, hamı öz-özünü alıb göndərir. Mənim o qədər pulum yoxdur, mən gündə özümə gül alıb göndərəm. Elə yanın içinizdə də partlayacaqsınız elə bəziləriniz. Yanıb dağılacaqsınız.
Cırlassız, cırlassız. Cırıq-cırıq olasınız. Günə qədər bədbəxtdirlər. Bunlara cür gəlməyib. Günə qədər bədbəxtdirlər də bunlar. Elə bir deyil. Ləman eybəcər zatdır. Ne oldu bas Ləmana? Meyveli bir çok sağ ol. O gün Eşref de gül gönderdi. Ben ne gül gönderdi? Ay Allah. Kızlarım basla. Beni bedbaht gözün kıt kandırır. Kime sözün göstermem. Bekarım aşkım. Çok bekarım hayatım. O kadar bekarım ki. Özüme neyse gönderası olsam kızıl alaram. Belki de mahiyetli bir şey alaram ki özüme kalsın. Alo böyle. Gerizekalı. Alo. Efendim. Uyarı geldi. Tıklayın kızlar. İyi akşam Tosan. Ne var ne yok? İyi akşam teşekkürler. Az bəsdi sen Allah yazan var. Bəsdi evlərində çayı çırxalova da salam deyir. O gün elə qız mənə şəhərin ortasında götürdü bir 100 manatlıq gül verdi mənə. Dedi canlı da izləyicilərin yanında. Mən demişdim gül gətirməni. Şeydi Lemon. Delirtecek bunlar beni ya. Efendim canım. Aslında Az danışdı qulaq asıram bu. Nəli ki çox sağ. deyirəm necə sən nə var nə yok? Az ona cavab verdim də yaxşıram dedim sən neçəsən? Yaxşı olasan şükür. Gör nə deyirəm. Bir şey soruşacağım səndən. Ama pis başa düşmədi yəni. Pis başa düşəsi sualdırsa canlı yayımda elə suallar soruşma. Yoxsa sən Allah cavabı pis verəcəm. Bilirsən mən 2 gündür gözümün Nəyə getsə? Həkimənzat falan. 2 gündür gözümün üstü pimus nə bilim belə başım falan zad ağrıyırdı. O nədən ola bilər? Tuvalete vaxtında getmirsən aşkım ondan ola bilər. Ay, Kızım ben nereden bileyim? Göz açmayayım, klazok açmayayım ben. Yaxşı heç nə ediyorsa yaxşı. Geri zekalı. Haydi bay bay. Sözü fırlattı. Bildi de karanlığa. Falan göstersen söz soxdu. Ay Allah. Ölürəm yıxam. Deyirəm mən var yoxumu söysələr də şikəsə cavab ver. Bekarsa, məndən çox sən yatmışsan falan kəsdən səhifəsində. Çünki görüm Ləman nə deyəcək, Ləmana falan kəs nə deyəcək. Bekar mısın kızım ya? Ben bu dəqiqə öz hayımdayım ya. İlçikində. İlçikmiyorlar ya. Paxıllar. Yaxşılardan.